Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası üzvlüyündən azad edilib. Bölgə TV xəbəri verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu məhkəməsi oktyabrın 14-də Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 374 Dövlətə xəyanət və 193.1.3.2 Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Dilbər Vüqar qızı, Bölgə TV.